Sizə bu deyəcəklərimi təəssüf ki, xanımların çoxu bilmir. Bəs siz insan papilloma virusunu yoxlatdırmısınız? Əgər cavabınız xeyirdirsə, bu video məhz sizin üçündür. HPV, insan papilloma virusu erkən mərhələdə heç bir simptom vermir. Ağrı olmur, bəzən heç axıntı da olmur. Yəni heç bir şey hiss etmirsiniz. Amma vaxtında bu virus aşkarlanıb müalicə olmazsa, illər sonra təəssüf ki, uşaqlıq boynu törəməsinə gətirib çıxarır. Unutmayın, 1. Cinsi həyatı olan bütün xanımlar risk altındadır. 2. Simptomların olmaması hələ sağlam olmanız anlamına gəlmir. Və ən əsası, bu virusun aşkarlanması cəmi bircə yaxma analizi ilə etmək mümkündür. Ümumiyyətlə, istənilən xəstəliyin müalicəsində ən güclü silahımız məhz erkən aşkarlamadır.